Bir dakika, bir dakika. Dərdiniz nədir? Bu iki uşağı da götürüb Dağçasaban kəndindən Qazağın ərazisinə gəlibsiniz. Probleminiz nədir ayağına? Mən gəldim, orada qeyrətli olanlar var. Dedim ki, bu uşağa bir çörək al. Bizim Bu uşaqlar kim? Uşaqlarıdır. Bax bu balacalar. bu uşaqların atası aliment vermir. Yazıq balamı 5 ildir, 3'ü də üstümə düşüb. Pampers çatdıramıram. İşsizəm, ərim oğlum yox. Allah hamd olsun ölmək istəyirəm. Özüm orada kanal axır istədim. Kanal atam duranandır. Bu da sizin kızınızdır. Bu mənim balamdır, qızımdır bəli. Baxan yoxdur. Heç kim prokuror baxmır. Ağstafa rayonunda Seymur müəllim bu günləri də getdim yanına mənə dedi ki, orada yoxdur, özünü danızdırır. Dəfələrlə deyirəm ki, İşsiz iş istəyirik, iş. Mən uşağımı nə ilə dolayım? Bir süpürgəçiliyi Ağstafa rayonunda Ağstafa çox rayonunda görüblər. Seymur müəllim bizi dinləmir, vətəndaşları dinləmir. Polis çağırır sırada. Gələn dəqiqə Polis. polis çağırır. Qardaş gedirik deyirik Bizi ki bizi polis qəbul zəhmət edin. edir. Elə biz erməniyəm mən. Elə bil mən Erməniyəm mən. Ermənistandan gəlmişəm. Yox, indi bax bu Qazağa gəlməyinin səbəbi. Gəlməyə gəlmişəm. Oğlanlara dedim buna bax 1 manat ver, bu uşağa çörək alayım. Belə alçaq. Bax burada çörək var da. Bu çörəyi sizə kim Bu veribdi? çörəyi bizə orada bir oğlan aldı, qeyrətli bir oğlan. Tam pers aldı uşağa. Bu Azərbaycanlı xanım dilənər, mən dilənçi deyiləm. Seymur müəllim bizi Bir dinləmir. süpürgəçili istəyirəm, bir süpürgəçili. Vətəndaşı dinləmir. Vermir bizə Mənim əlim süpürgəçili. də almətdən qaçır, 2 dənə uşağı üstümə tutdu. Mən artıq 3 adam üstümüzdədir. Artıq bezmişik, ölmək istəyirəm mən. Özünü öldürüb eləməklə. Vallahi ölmək istəyirəm. 2 dənə körpə uşağı artıq Ağstafa rayonunda bizi saymırlar. Seymur müəllim Dinləmirlər. dinləmir. Mən qaraçı deyiləm, mən Azərbaycanlı xanımam. Ağstafa rayonunda gəlib araq dükanı açıb qəşəng Seymur müəllim. Amma vətəndaşı dinləmir. Araq dükanında araq Öz kepi köy maaşını alır. öz maaşını aldığını alır, bir dənə kası var, bir kilo qənd alır, Ərin- hədi çapar çay. Atası yox, deyilən atam yox, qardaşı yox, atası yox. Neyle Atam yox, dolanır? qardaşım yox. Oğlumuz 1 manat evimizə Bir dənə də gəlmir. xəstə maaşım var. O da özünə Mənim də dolanır. ürəyimdə şiş var, xəstəyəm. Baxmayın, baxmayın. Biz 4 dənə zənan xala küçədə Azərbaycanlı dilənirik. Ayıb olsun bizim baxçımıza, ayıb olsun. Seymur müəllim ayıb olsun. Seymur müəllim belə elədi, bax gəlin sizə pul verəcəm. Yalandan deyir pul verəcəm, vermir. Kömək edəcəm, 3 Allahdır bizi. aylardır, 4 aylardır biz Allah deyir. Sizə pul yox, sizə iş lazımdır. Pulu özünüz qazanarsınız işləyib. Mən süpürgəçilik deyirəm. Qazını ödəyim, işığını ödəyim. Ay qardaş pulum var. Təhsilin varmı sənin? Orta təhsil deyən var. Yazıb oxumaq bilirsənmi? Bəli, bəli. Mən də bir süpürgəçilik istəyirəm. 6 ildə 6 ildir. Təşkilat edirəm məhkəmədə. Vermir. Ərim almətdən qaçır. İşığını ödəyərəm, qazını ödəyərəm. Nəvələrimə çörək alaram. Mən məhkəmədə. Yaxşı, məhkəmələr nə deyir sizə? Məhkəmədə Baxır ona, Şəmkir rayonu baxacaq Məhkəmədən işinə. narazıyım, baxırlar. O işimizdən narazı deyil, alment işimizdən. Mən Amma alment işimdən narazıyım, baxırlar. süpürgəçilik vermir, işsizlikdən narazıyam. Baxçımdan narazıyam ki, bir də də süpürgəçilik vermir. Vermir. Deyir anama bir süpürgəçilik ver, bizi saxlasın.